Bugün Qiyas İbrahimov və atası Həsən İbrahimov barəsində Cinayət Məcəlləsinin 289.2-ci maddəsindən olan cinayət işinə baxış keçirildi və məhkəmədə 6 nəfər şahid ifadə verdi və həmin 6 nəfərdən 3-ü konvoy nəfəri idi, digərləri isə məhkəmə nəzarətçiləri idi və onlar ifadələrində də xeyli ziddiyyətlər yarandı, hansı ki, həm istintaqda verdiyi ifadələrlə ziddiyyətlər yarandı, eyni zamanda məhkəmənin çəkiliş kamerasından da ziddiyyətlər yarandı. Hakim də yönəldici suallar verildi. Eyni zamanda bugünkü məhkəmə iclasına 3 nəfər istintaq dövründə dindirilən, şahid qismində dindirilən hakim gəlməmişdi. Məhkəmə prosesi həmin hakimlərin gəlməsi üçün təxirə salındı və 29 noyabr 2017-ci il tarixli saat 11:00-da məhkəmə davam edəcək. Siz ısrarlısınızmı həmin hakimlərin dindirilməsində? Bəli, biz tələb edirik. Ona görə onlar istintaqda ifadə verib, birbaşa Qiyas İbrahimov və Həsən İbrahimovun əməlinə tövsif edici qiymət veriblər və bildiriblər ki, bu hərəkətlərindən Qiyas İbrahimov və Həsən İbrahimov məhkəmə hörmətsizliyi edibdir. Bundan onlar eyni zamanda müdafiə elədiyi şəxslərin təqsir prezumpsiyası hüququnu pozublar. Biz tələb eləyəcəyik ki, bütün hallarda onlar gəlsin. Hətta biz istintaqda tələb eləmişdik ki, həmin şəxslər zərərçəkmiş şəxs qismində tanınmalıdırlar. Əgər təhqir olunduqlarını iddia edirlərsə, zərərçəkmiş şəxs qismində tanınmalıdırlar. 29 saat 11-də.